Salam dostlar, hər vaxtınız xeyir olsun. Belə Türkiyə istehsalı Çimiko firmasına məxsus inkubatorlar yaxşı çıxış effekt vermədiyinə görə təmirə göndəriblər. Allahın izni ilə öz üslubumuzda bunu yığıb çıxış faizini artırıb müştəriyə təhvil verəcəyik inşallah. Deməli, əziz dostlar, bunların bir dənəsi bu səhv eləmirəmsə hardasa 250-300 yumurta tutumludur. Gəlib Azərbaycana yol haqqı ilə çıxmağı hardasa 1200 manata başa gəlir. Bu isə təxminən 500-600 yumurtalıqdır. Bunun da gəlib Azərbaycana çıxmağı hardasa 1700-1800 manata başa gəlir. Yəni çox baha başa gəlir. Bir də sizə nəyi göstərmək istəyirəm? Yəni bizim yerli vətəndaşlarımızda belə bir psixologiya var ki, zavod inkubatorusa, zavod inkubatorunda nöqsan yoxdur. Yəni zavod da olsa, qeyri-zavod da olsa, orada insan əməyi var. Hansı ki, mənim kimi, bizim kimi orada da insan çalışır, insan əməyi var. Sadəcə olaraq o zavod daxili fəaliyyət göstərir. Fərqimiz budur. Yəni deməyim odur ki, zavod inkubatoru olsa belə bunların da hardasa nöqsanları olur. Mən həmişə ehtiyat elədiyim nöqsanlardan biri də təhlükəsizlik qaydalarıdır. Bax, fikir verirsinizmi? Bunun materialı sandviç paneldir də, bu plastik panellərdir. Burada da gətiriblər ventilyator qoyublar. Burada da qızdırıcı ten qoyublar. Yəni mənim ən ehtiyat elədiyim işlərdən budur ki, plastik bir korpusdan olan bir sandviç panelin içərisinə gətirib kapronun içinə belə bir ten yığırlar. Deməli, burada yanğının baş verməyi %100'dür. Niyə? Bu gördüyünüz fan adi fandır. Yəni işlədiyi kimi yəni istənilən bir inkubator xarab olur. Yəni işləyən şey xarab ola bilər. Heç kim zəmanət vermir ki, yəni xarab olmayacaq. 1 ilə, 2 ilə, 3 ilə bu xarab olmalıdır. Bax, görürsünüzmü? Bu fan burada xarab olub. Fan xarab olub. Və ten burada qızmış vəziyyətdə qalıb. Fan işləyəndə heç olmaya bu tenin istiliyini dağıdır. Yəni təhlükə hardasa uzaqlaşır. Amma bu fan xarab olanda burada qızmış ten bu kapronu əridir. Allah uzaq eləsin. Yəni görməyən olsa yanğına belə, faciəyə belə gətirib çıxarda bilər. Bax, fikir verirsiniz, bunu yaxşı da vaxtında görüblər, söndürüblər. Amma buna, bax, görürsünüz, bunu vaxtında söndürməyiblər. Fikir verin. Bax, bu Allah uzaq eləsin, bir faciə deməkdir. Bunu vaxtında söndürməsən, bax, görürsünüz, bu tenin fəsadıdır. Tutmunu atam. Bax, görürsünüzmü? Ten burada bax, buranı əridib, buranı yandırıb və artıq keçib qapını əritməyə. Yəni Allah uzaq eləsin, bunu vaxtında söndürməsən, inkubator yana bilər, ferma yana bilər, obyekt yanıb külə dönə bilər. Adi bir elementar bir şeydən. Yəni deməyim odur ki, mən kimisə malını pisləmirəm. Sadəcə olaraq deyirəm ki, bu sandviç paneldən, belə kapronlardan uzaq durun. Yəni təhlükə mənbəyidir də, bir sözlə. Yenə deyirəm, o işləyən avadanlıq nə vaxtsa xarab olur. Xarab olanda da biri var,
inkubatorun özü xarab ola. Biri var yumurtan xarab ola. Bir də var ömür boyu əziyyət çəkib qurduğun bir təsərrüfatın bir günün içində adi bir yanğından yanıb kül ola, bütün xəyalların puç ola. Nəysə, bunları çəkməkdə məqsədim odur ki, elə düşünməyin ki, zavod istehsalı inkubatorun yanlışı olmur. Belə əziz dostlar, Allahın izni ilə bunu öz üslubumuzda yığıb təhvil verəcəyik. Allah hər kəsin işinə, malına, mülkünə ruzu bərəkət versin.